11-ci sinif blok imtahanlar üçün növbəti suala baxırıq. A parametrinin hansı qiymətində fx bərabərdir ax kubu üstəgəl 2ax funksiyası üçün f teoremi 2 bərabər 42 olar soruşur bizdən. Deməli ilk olaraq burada funksiyanın teoreməsini tapmalıyıq. Fx deyək ki bərabərdir. Göstərək burada. Deməli fx bərabərdir. Əgər ax kubu üstəgəl 2ax olacaqsa 2ax. Bunun teoreməsi nəyə bərabərdir? Deyək f teoremə x bərabərdir 3ax kvadratı üstəgəl 2a. Və buradan aparıb x-in yerinə nə yazmalıyıq? 2 yazmalıyıq. Yəni teoremədə x-in yerinə 2 yazsam bərabər olacaq nəyə? Deməli 2-nin kvadratı 4, 4 üçün 12a üstəgəl 2a. Və bu ifadə nəyə bərabər olmalıdır? 42-yə bərabər olmalıdır. Yəni 12a üstəgəl 2a, yəni 14a yaza bilərdim, eybi yox. Bərabər 42 olarsa 14a buradan 42 olsun. A bərabər 3 olacaq. Bu sualda düzgün variant Y variantı.